Salam, hər vaxtınız xeyirli olsun. Məlum olduğu kimi, təsvir incəsənət istiqaməti üzrə 14-cü komissiyaya aid edilən dizayn ixtisasına qəbul olmaq üçün qaydalar dəyişib. Digər bu kimi təhsil məlumatlarını öyrənmək üçün kanalıma abunə olun, izləyin ki, bütün məlumatlardan xəbər tutasınız. Dəyişiklik ondan ibarətdir ki, əvvəllər əgər yerləşdirilmə bala görə idisə, yəni söhbət qabiliyyət imtahanından toplanan bala görə idisə, artıq burada sadəcə məqbul, qeyri-məqbul qiyməti alacaqsınız və yerləşdirmə buraxılış balına əsasən aparılacaq. Bunun mənfi və müsbət tərəfləri varmı? Əslində var. Bildiyiniz kimi dizayn ixtisasının keçid balı zaten çoxdan da artıq çox da yüksək deyil. Hətta universitetlər var ki, buraxılışdan 60 bal yığmaqla dizayna qəbul olmaq olur. Burada qabiliyyət balı önəm daşıyırdı. Məsələn, mənim 200 buraxılış balım var, amma dizayndan qabiliyyətdən 7 almışam. Sizin 60 balınız var, amma qabiliyyətdən 8 almışsınızsa siz məndən üstünsüz. Yerləşdirilmə çünki burada əsasən aparılırdı sizin qabiliyyət balınıza uyğun. Dizayn sahəsi üzrə bacarığı yüksək olan, qabiliyyəti yaxşı olan şagirdlər üçün bir növ bu maneə olacaq. Çünki onlar artıq məcbur olmalıdırlar ki, qabiliyyətdən də yüksək bal toplasınlar. Həmçinin subbakalavralar üçün böyük mənfisi olacaq. Artıq bütün belə deyək, 60 bala qədər toplamış abituriyentlər yerləşməlidir, sonra subbakalavrlar yerləşməlidir. Bu nöqteyi nəzərə subbakalavrlara tövsiyəmiz odur ki, dizayn üzrə qabiliyyətdə iştirak edən subbakalavrdan söhbət gedir. Onlar mütləq buraxılış imtahanında versinlər. Çünki buraxılış imtahanında sizin topladığınız 60 bal diplomunuzda olan 100 qiymət ortalamasından da üstün hesab olunur. Bu baxımdan da siz buraxılış imtahanında iştirak eləməyinizlə daha da şansınızı çoxalda bilirsiniz. Bu baxımdan bunun mənfi istiqaməti odur ki, dediyimiz kimi qabiliyyəti yüksək olan şəxslər artıq burada məcburdur ki, buraxılış balı da yaxşı toplasınlar. Çünki qabiliyyəti yüksək olması bir şey dəyişməyəcək. Digər bir məsələ isə ümumiyyətlə qabiliyyəti zəif olan, amma buraxılış imtahanında yaxşı nəticəsi olan şagirdlər üçün bir növ bu fürsət olacaq. Amma ümumiyyətlə mən düşünürəm ki, əgər bu qabiliyyət imtahanıdırsa, yaxşı olardı ki, elə köhnə qayda yerində qalardı. Yəni əsas diqqət burada qabiliyyət balına veriləydi. İndiki qaydada yox. Bəs sizin fikirləriniz necədir? Ümumiyyətlə siz necə düşünürsünüz? Dizayn ixtisasına qəbul olmaq üçün hansı qayda daha doğru hesab olunur?